Zeynəb-i Kübra böyük qadındır. Bəs onun böyüklüyü nədəndir? Demək olmaz ki, Əli ibn Əbu Talibin qızı və ya İmam Həsənin, İmam Hüseynin bacısı olduğuna görədir. Çünki qohumluq əlaqəsi heç vaxt belə əzəmət yarada bilməz. Bizim bütün imamlarımızın qızları, anaları, bacıları olmuşdur. Lakin Zeynəb-i Kübra kimisi varmı? Xanım Zeynəbin dəyəri və böyüklüyü onun dini vəzifəyə əsaslanan böyük insani və İslami hərəkətinə, mövqeyinə görədir. İşi, qərarı, hərəkəti ona belə əzəmət bəxş edir. Kim belə bir iş görsə, İmam Əli əleyhissalamın qızı olmasa da əzəmətli olar. Bu əzəmətin əsas hissəsi birinci növbədə şəraiti tanıdığına görədir. Bugünkü qadın örnək istəyir. Əgər onun örnəyi Həzrəti Zeynəb və Həzrəti Zəhra olsa, şəraiti düzgün anlayar və ən yaxşı seçimi edər. Allahın təyin etdiyi böyük vəzifəni yerinə yetirmək üçün böyük fədakarlıqlar etməli olsa belə.